O 30 hektar başta oradan yer götürüb də şəhid adından. İndi cəmaatın başını oynatırlar, cəmaatın çörəyin əlindən alırlar. Cəmaatın çörəyin əlindən almaq nə deməkdir? Özün də güya namaz qılırsan. Hansı namazdır o? Benim oğlum müharibə, bir 4 günlük müharibə iştirakçısı. Dəfələrlə müraciət etmiş, 2 hektar ona yer vermir. Dedi ki, Ağcabəddin indi gedin ora, Ağcabəddin dedi, mənim özüm bilərəm. Yəni mən də elə sual verdim ona, dedim dədənizin torpağı deyil də, yəni bu hökumətindir. Beyləqan rayonunda yaşayan bir qrup sakin Kanal 21-ə müraciət edərək uzun illərdir üzləşdikləri torpaq problemi ilə bağlı narahatlıqlarını dilə gətiriblər. Vətəndaşların bildirdiyinə görə vaxtilə aparılan torpaq islahatı zamanı onlar müxtəlif səbəblərdən bu prosesdən kənarda qalıblar. Daha sonra dəfələrlə Beyləqan rayon icra hakimiyyətinə və rayonun müxtəlif dövrlərdə fəaliyyət göstərmiş icra başçılarına müraciət etsələr də problemləri tam həllini tapmayıb. Sakinlərin sözlərinə görə 2003-cü ildə Beyləqan rayon icra hakimiyyətinin başçısı olmuş İrşad Əliyev tərəfindən Beyləqan rayonu ilə Ağcabədi rayonu ərazisində yerləşən ərazidən onlara ümumilikdə 500 hektar torpaq sahəsi ayrılıb. Həmin torpaq sahəsinin 120 hektarından hazırda istifadə etdiklərini, hətta bu torpaqlara görə müvafiq icra haqlarını da ödədiklərini deyirlər. Lakin müraciət edən sakinlərin iddiasına əsasən qalan torpaq sahəsindən istifadə etmələrinə müxtəlif maneələr yaradılır və bu səbəbdən onlar illərdir öz paylarına düşdüyünü iddia etdikləri torpaqlardan yararlana bilmirlər. Vətəndaşlar bildirirlər ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də konkret nəticə əldə olunmayıb. Sakinlər kanalımız vasitəsilə aidiyyəti qurumlara müraciət edərək problemin obyektiv şəkildə araşdırılmasını, onlara ayrıldığı deyilən torpaq sahələrinin tam şəkildə istifadələrinə verilməsini və məsələ ilə bağlı hüquqi aydınlıq yaradılmasını xahiş edirlər. Ətraflı vətəndaşların öz dilindən dinləyək. Değerli izləyicilərimiz, hər vaxtınız xeyir olsun. Ekrana yaxın əyləşin, ən son məlumatı diqqətinizə çatdıracağam. Belə bir deyim var. Bir ayağım Ağcabəddə, bir ayağım Beyləqanda. Bax, belə. Biz hazırda bir ayağımız Beyləqan inzibati ərazisində, bir ayağımız isə Ağcabədi rayon inzibati ərazisində olan yerdəyik. Yəni, bura demək olar ki, Ağcabədi ilə Beyləqanın düz kəsişdiyi yerdəyik. Burada vətəndaşların bir torpaq problemləri ilə bağlı müzakirələri yaranır və o nöqteyə nəzərdən də biz hazırda gəlmişik həmin əraziyə. Görək burada nələr baş verir. Təbii ki, onu qeyd edim ki, Beyləqan rayon ərazisində yaşayan dəyərli insanların, bir çox şəxslərin müraciəti əsasında gəlmişik. İzləmədə qalın, çox maraqlı olacaq. Görək burada nələr baş verir.